İfadə işlətsəm ki, müəllimlər, qaytar mənim qüdrətimi Azərbaycan şeirinin bütün bəndlərində bədii xitabdan istifadə olunmuşdur. Doğru fikirdirmi sizcə? Bəli, bəli. Ay, sağ olun. Bütün bəndlərimizdə, yadda saxlayın, bədii xitabdan istifadə olunmuşdur. Bax, Pəridə də bu məsələ var idi. Pəridə də deyə bilərik ki, bütün bəndlərində bədii xitabdan istifadə olunmuşdur. Qaytar mənim qüdrətimi, qısa-qısa yazıram, Azərbaycan. Yaxşı, bu şeirimiz hansı vəzindədir? Vəzin olaraq. Heca vəznində yazılıb. Ay, sağ olun. Bu şeirimiz heca vəznində yazılıbdır. Gəldik burada şeir vahidi, şeir şəkli məsələsinə. Şeir vahidi bənddir, bəndlər formasında yazılıbdır. Bu bizim diqqətimizdə olsun. Şeir şəklinə gəldikdə nə edirik? Şeir şəklinə gəldikdə necə? Altılıq, yeddilik yazıb ki, yəni o dəqiq ya altılıq ya Ay, yeddilik sağ şeir olun. Hə, şəklində. bəli, ona görə deyirəm. Deyirəm şeir şəklinə gəldikdə isə biz diqqət yetirsək, birinci bəndimiz 6 misradan ibarətdir. Digər bəndlərə diqqət yetirsək, digər bəndlərdə 7-lər daha çoxdur, yenə 6-lar var. Məsələn, o Ballı Qaya ərim gəldi, dağların adında çəkdiyi yer adlarını çəkdiyi bənd var. Bax, məsələn, o da 6-dır. Amma çoxsu 7-dir. Ona görə bizdən şeir şəkli soruşanda qeyd eləyəcəyik 6-lıq və 7-lik formasındadır. Şeir şəklimiz bax bu cürdür. İndi qafiyələnməsi məqamına gələndə, qafiyələnməsində məsələn 6-lıqları nəzərə alsaq, 6-lıqlarda qafiyələnmədə indi baxacağıq. Bir-bir bənd-bənd qafiyələnəndə görəcəyik ki, son ikisi biri olur. Əvvəlki 4-ü 6-lıq olanda 4-ü, 5-lik olanda 7-lik olanda da 5-i bir-birindən uyğun olur. Axırıncı ikisi bir-birindən. Yəni son ikilər bir-birindən uyğun olur. İlk 4-lük və yaxud da ilk 5-lik, yəni 7-lik və 6-lığa baxaraq təyin edirik. Onlar isə öz aralarında bir-birindən həm qafiyə olmuş olur. Vəznimizi bildik, şəklimizi, vahidimizi həll etdik. Əsərin mövzusuna gəldikdə, əsərin mövzusu nədir? Mənim Qarabağ uğrunda olan şəhidlər. Aha, ümumiyyətlə, bəli, bizim vətən torpağımızın, vətənimizin başına gələn faciələr təsvir olunubdur burada. Baş verən ağrı acılar, orada hətta ölümləri, uşaqları necə öldürdükləri, deyir, uşaqlara deyir, əmzik yerinə deyir, od lülləsini veriblər onlar. Sonra orada baş verən Xocalıdır, Daşaltı əməliyyatıdır. Yəni bunlar yada salınır, şəhidlər yada salınır. Vətənin o keçdiyi ağrı-acılı dövr müharibə dövrüdür. Amma bununla yanaşı müəllif əsərdə bir nikbinlik də ortaya qoymuş olur, düzdürmü? İnanır ki, bunların hamısı Aysel və o deyir, sən bu cəhənnəmdən çıxacaqsan, üzü ağsan. Yəni burada özümüz görürük ki, müəllif inanır ki, bu düşdüyü vəziyyətdən Azərbaycan çıxacaq. Belə deyim. Burada azadlıq uğrunda mübarizə aparan igidlərimiz də təsvir olunur və o azadlığa bizim qovuşacağımızın nikbinliyi də burada öz əksini tapmışdır. Yaxşı, gəlin gedək görək indi bənd-bənd təhlil eləyək. Birinci bəndimiz qeyd elədik ki, 6 misradan ibarətdir. 6 misradan ibarət olan bu bəndimizin qafiyə quruluşu necədir? Təlaş, daha sonra qan yaş, yəni yaş, aş, sonra qupquru daş, sonra yavaş-yavaşdakı axırıncısını yazıram. Aş, hamısında yoxsul qafiyədir. Bunlar bir-birindən həm qafiyə olur. Deməli, 4 dənə A-dır, 4 A-dır. Axırıncı ikilərə baxırıq. Ağı, torpağı. Ağı. Artıq bunlar isə, axırıncı gələnlər isə, gözləyin bu hissəni silək. 4-ünü saxlayaq belə. İkincisini burada qeyd edək. Axırıncıları isə məsələn işarələyək. B ilə işarələyək. Bunlar ağı və torpağıdır.
Buradakı qafiyəmiz isə zəngin qafiyədir. Çünki 2 hecasından artığı bir-birindən səsləşmiş olur. Gəlin elə təsvir ifadə vasitəsi baxımından da gedək. Əsas olan məsələ budur. Bir də toxunulan məqamdır. Bu bizim qafiyəmiz. Qafiyəmizi qeyd etdik. Başlayaq birinci bəndimizin təhlilindən. Qeyd olunub ki, başım, beynim tüstülənir, varlığımda kədər, təlaş. Yəni, müəllif olan hadisələrlə bağlı başının, beyninin tüstülənməsini qeyd edir. Burada sadəcə məcazlik var. Frazeoloji beynim tüstülənir, varlığımda kədər, təlaş. Gözlərimdə ildırımdır, damla-damla axan qan yaş. Gözlərimdə ildırımdır. Damla-damla axan o qan yaşı nəyə bənzədir müəllimlər? İldırıma bənzədir, düzdürmü? Deməli, birinci bəndimizin ikinci misrasında, nədən istifadə edibdir? Təşbehdən istifadə edib. Təşbehimiz nədir? Deyir, gözlərimdə ildırımdır, damla-damla axan qan yaş. O gözlərindən damla-damla axan qan yaşı nəyə bənzədir? İldırıma bənzədir. Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş. Burada müəllif sonra özünü nəyə bənzədir? Daşa bənzədir. Deməli, yenə təşbehdən istifadə olunub. Üçüncü misramızda yenə təşbehdən istifadə olunubdur. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. Taqətim ol, qeyrətim ol. Onların təkrarlanması da təkrirdir. Təkrir ifadə vasitəsi olaraq. Qoy dirçəlim yavaş-yavaş, sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. Həm qara, həm ağ burada təzaddan istifadə etmişdi. Təzaddan istifadə etmişdi. Qaytar mənim qüdrətimi, odər yurdu, ot torpağı. 6-cı misramızda isə artıq bədii xitabdan istifadə etmişdi. İnversiyalarda ta demirəm, bilirik. Deməli, baxın. Burada baş verən hadisələrlə bağlı müəllifin mövqeyi, fikri qeyd olunur. Mən yenidən doğulmasam deyir, daşam, özdə qupquru daşam. Azərbaycana taqətim ol, qeyrətim ol və mənə deyir, güc ver. Azərbaycandan güc istəyir. Əslində burada metonimiyadır. Taqətim ol, qeyrətim ol, qoy dirçəlim yavaş-yavaş. Azərbaycana deyir ki, sən mənim taqətim ol, qeyrətim ol və mən dirçəlim. Azərbaycan deyəndə də təbii ki, bu Azərbaycanlıları nəzərdə tutaraq belə bir ifadə işlədir ki, siz mənim taqətim olun, qeyrətim olun, mən yavaş-yavaş özümə gəlim. Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı. Azərbaycanı həsrət gözlərinin ağı və qarası adlandırır. Qaytar mənim qüdrətimi, odər yurdu, ot torpağı. Odər yurdu, ot torpağı da deyərək vətənə müraciət edir və mənim o əvvəlki qüdrətimi qaytarılmasını istəyir. Sonra keçək ikinci bəndimizin təhlilinə. İkinci bəndimizdə gəlin təsvir ifadə vasitəsi olaraq da baxaq, məna cəhətdən də baxaq. Qeyd edək. İkinci bənd. Mən bilirəm dərdlərini yumruğunda sıxacaqsan. Baxın, nikbinlik. Müəllif əmindir, inanır ki, Azərbaycan öz dərdlərini yumruğunda sıxacaq. Sən bu dipsiz cəhənnəmdən çıxacaqsan, üzü ağsan. Yəni, yenə də burada nikbinliyi görürük. Üzü ağ olduğunu deyir. Bu cəhənnəmdən çıxacaqsan, çünki sənin üzün ağdır. Nurlu dağsan. Nurlu dağa bənzər. Nurlu dağ deyir. Nurlu dağ burada epitetdir. Deməli, nurlu dağ ifadəsi epitetdir. Zülmət dağı devirəcək, yıxacaqsan. Nurlu dağ, yəni Azərbaycan nurlu dağdır, zülmət dağı devirəcək. Zülmət dağı da deyəndə, yəni başına gələn... Burada da epitetdir də. Bəli, zülmət dağ, bu da epitetdir. Nurlu dağ da epitetdir, zülmət dağ da. Hər ikisi də epitetdir. Sən bu deyir, zülmət dağı deyir, devirəcəksən. Boğazından yapışanı boğmalısan, boğacaqsan. Burada həm də, baxın müəllimlər, nurlu dağ və zülmət dağ. Bir təzad da var. Nurlu dağ, işıqlı nurlu dağ və zülmət dağ. Bunların da öz aralarında bir təzadlığı var. Bu da var gözümüzün önündə. Sonra Təbrizləri, ülvüləri sən yenidən doğacaqsan. Bu da şəhidlərin adıdır. Təbrizlər, ülvülər sən yenidən doğacaqsan. Bu şəhidlərdən biri də Təbrizdə müəllifin oğludur. Öz bətnindən doğacaqsan istiqlalı, azadlığı. Baxın, bayaq nə dedik? Dedik ki, azadlığa inanır.
Həm burada müəllifin o inancı da şeirin öz əksində tapmış olur. Qüdrətim ol, ey ümidim, ey qəhrəman, od torpağıdır. Başdan ayağa niçbinliyi gördük və düşdüyü bu vəziyyəti cəhənnəm adlandırdı və buradan çıxacağına əmindir. Bu zülmət dağı devirəcək. Sən deyir, amma deyirsən bu vəziyyətə salanın boğazından yapış, boğmalısan və gün gələcək də boğacaqsan. Və müəllifin istəyi, arzusu 44 günlük Qarabağ müharibəsində gördüyümüz kimi həyata keçmiş oldu. Və Təbrizlər, Ürvülər kimi bu cür qəhrəman oğullarımız və vətən oğulları, canını fəda edən oğullardır. Yenidən doğulacaq vətən üçün canını fəda etmək üçün. Və yenidən deyir, o azadlığı, öz bətnindən deyir, azadlığı doğacaqsan. Bax, bu biraz şəhidlərdə var idi. Deyir, həyata hamiləykən ölüm doğdu o gecə. Yadınızdadır, şəhidlər poemasında da bax, belə buna oxşar bir ifadə var idi. Öz bətnindən doğacaqsan istiqlalı, azadlığı. Qüdrətim ol, qeyrətim ol. Ey qəhrəman, od torpağı. Yenə də müraciət bədii xitabı görürük. Bu 7 misradan ibarətdir. Burada qafiyə quruluşumuz necədir? Çıxacaqsan, ağsan, yıxacaqsan, boğacaqsan, doğacaqsan. Sanlar, 5 dənə san bir-birindən həm qafiyə oldu. Məsələn, F, 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 F. 5 dənəsi bir-birindən həm qafiyə oldu. Daha sonra istiqlalı, azadlığı, torpağı. Ağı, ağı. Elə bil axırıncılar B, B. Yuxarıda da həm qarası, həm ağı, od torpağı. Orada ağı, ağılar bir-birinə həm qafiyə idi. Burada ğı, ğı. Deməli, ikinci bənddə olan qafiyə yoxsul qafiyədir. San, san, bir də ğı. Axırıncı hecalar bir-birindən səsləşmiş oldu. Bu belə. Başqa da ki, burada təsir ifadə vasitəsi elə bir şey yoxdur. Keçək indi gəlin 3-cü bəndimizə. Görək 3-cü bənddə nə var? Aha, qeyd edək 3-cü bənd. Aha. 3-cü bənddə deyir, nə Bağata əfsanədir, nə Nizami, nə də Babəş. Burada nənələrin təkrarlanması, bu təkrirdir, anaforadır, nə də. Gözlərinə Nəyiminin, Nəsiminin şəklini çək. Müəllimlər, Nəsimi ilə Babəkin adı, ikisinin də adı birlikdə. Nəsimi və Babək. Bu ikisinin adı hansı əsərdə yanaşı çəkilmişdi, yəni? Şəhidlər poeması. Ay, sağ olun, tamamilə doğru. Nəsiminin, Ulu Babəkin xeyir duasını aldı o gecə. Ay, sağ olun. Burada deyir ki, nə Bağata əfsanədir. Bu türklərdə olan bir əfsanə ilə bağlıdır. Bağatadır, deyir, yəni o əfsanə deyil. Qəhrəmanlıqla məşhur olan. Nə Nizami, nə Babək, bunlar əfsanə deyil. Gözlərinə Nəyiminin, Nəsiminin şəklini çək. Nəyimi ilə Nəsiminin adı burada paralel çəkilib. Fəzullah Nəyimidən söhbət gedir. Bu da Azərbaycan şairi və alimidir. Çoxsu elə bilir ki, bu farsdır. Yox. Fəzullah Nəyimi Azərbaycan şairi və alimi olubdur bu şəxs. Və deyir, onların gözlərinə olan şəklini çək. Niyə bunların adını xatırladır? Təbii ki, onlar da müəyyən bir təriqət uğrunda canlarını fəda edənlərdəndir. Həqiqəti dəfn eləmək istəyənlər cəbərəcək. Bax, burada təsvir ifadəyə də elə toxunaq gedək. Həqiqəti dəfn etmək istəyənlər cəbərəcəkdir. Burada Nəsiminin, Nəyiminin bu qəhrəmanların adlarını çəkməklə gözlərində onların şəklini çək, bu mübaliğədir. Bu mübaliğədir təsvir ifadə vasitəsi olaraq. Həqiqəti dəfn etmək istəyənlər cəbərəcək. Burada həqiqətin dəfn olunması, insan dəfn olunur da, həqiqətin dəfn olunması bu metafordur. Metafor. Bağrı yanmış Qarabağın bir də qalxıb göyərəcək. Qarabağı bağrı yanmış hesab edir. Və yenə niçbinlik var ki, bir də yenidən Qarabağ göyərəcək. Göyərəcək çiçək. Bu hissə əsir Azərbaycanımla oxşarlıq təşkil eləyir. Deyir, Qarabağın bir də qalxıb göyərəcək. Orada da belə bir şey vardı. Xəzər zəncirini qırsa kimi belə bir şey vardı. Orada arzuluyur müəllif.
Amma tam yox, Niçbinlik oxşarlıq. var da. Hə, orada da deyir ki, bu Xəzər coşsa, Xəzər hə, zəncirini qırsa qırsa oy, bu sərsəm gediş dursa oy. Orada da müəllifin arzularıdır. Burada elə bir konkret müəllif konkret baş verəcəyinə əmin formada danışır ki, baş verəcək. Həqiqətən də onun dedikləri bu gün öz təsdiqini tapdı, baş verdi. Və deyir, o Qarabağ bir də göyərəcək, göyərəcək, çiçək, çiçək, ləçək, ləçək, lalə, lalə. Gözlərimin çeşməsi ilə suvarıram o novrağı, novrağımsan, bayrağımsan, o dər yurdu, ot torpağı. Yəni, insanların o Burada da ağla, şişirtmə var da. aha, mübaliğə var. O gözlərinin çeşməsindən, gözlərinin suyundan o torpağı deyir, suvarırıq. Sən deyir, mənim novrağım ol. Novrağımsan, bayrağımsan, o dər yurdu, ot torpağı. Yəni, yenə də bədii xitabdan istifadə etmiş oldu. Deməli, burada kimlərin adı çəkildi? Nizami, Babək, Bağata, Nəimi, Nəsimi. Qarabağın yenə niçbinliyi gördük bu bənddə də, ikincidə də gördük. Məsələn, birincidə biz niçbinliyi görmürdük. Artıq ikinci bənddən başlayaraq müəllifin nikbinliyi ifadə edən fikirlərinə rastlaşdıq. 2-də də, 3-də də biz bunu gördük. Görək növbəti bəndlərdə necə olacaq? Yenə buna rastlaşacağıq mı? Gəlirik üçüncünü təhlil elədik də dördüncüyə. Bəli. Görək dördüncüdə hansı təsvir ifadə vasitələrimiz Məkan yerləri var. Hə, burada yerlərin adı çəkilibdir. Üçüncüdə. Deməli, bax, 1-dir, 3-dür. Bunlar 6-lıqdır. Tək olaraq 1, 3, 6-lıqdır. Ortadakı 2 7-lik idi. Burada yerlərin adı çəkilir. Ballı Qaya, Ərimgəldir. Xaçın Dərbənd, Cıdır düzü. Ballı Qaya bu Goranboy ərazisindədir. Ərimgəldir. Bu dəqiq deyənlərəm bunu yerin adı hansı tərəfdədir. Cıdır düzü Şuşadadır. Mənim Hə. əlim gəldi ilə Xaçın Dərbənddə səhv eləmirəmsə Kəlbəcər ərazisi də olmalıdır burada. Olar bəlkə də yerlər düzü. Ballı Qayanı dəqiq bilirəm ki, Goranboydadır. Olmuşam orada. Cıdır düzü Qarabağdadır. Bu iki yer dəqiq yadımda deyil haradır. Amma adlarını yadımızda saxlayaq ki, hansı yerlərin adıdır. Ballı Qaya, Əringəldir, Xaçın Dərbənd, Cıdır düzü. Xəzinəmdir, yerin altı, saf aynamdır, göyün üzü. İndi baxın, burada gəlin görək nədən istifadə edir. Yer adlarını çəkir. Sonra deyir, yerin altını nəyə bənzədir? Xəzinəyə bənzədir, düzdür? Yerin altını xəzinəyə bənzədir. Deməli, təşbehdən istifadə edibdir. Təşbeh. Saf aynamdır, göyün üzü. Göyün üzü nəyə bənzədir? Göyün üzünü də saf aynaya bənzədir. Düzdür? Saf ayna bir tərəfdən epitetdir. Bir tərəfdən də göyün üzünün saf aynaya bənzədilməsi təşbeh. Deməli, həm epitet var, həm təşbeh var. O çöllərdə Təbrizimin əl həniri ayaq izi. Burada oğlunu yada salır. Oğlunu bir də harda yada salmışdı? İkincidə, düzdürmü? İkincidə də oğlunu yada salmışdı. Deyirdi, Təbrizləri, Ülvüləri sən yenidən doğacaqsın. Sonra gəlir yenə dördüncüdə də deyir ki, bu dördüncü idi, yoxsa 3 yazmışam yuxarıdan. Çaşmışam bir saniyə. Biz 4-ü təhlil edirik də 3-ü təhlil edirik. Aha, deməli bayaq dedik 1 ilə 3 altılıq idi dedik, düzdürmü? Səhv dedik. 1 ilə 4 altılıqdır. 1 ilə 4 altılıqdır. 3 ilə 2 7-lik idi. 1 ilə 4 altılıqdır. Və oğlunun adını çəkir, 2-də çəkir, bir də 4-də çəkir. 2 ilə 4-də oğlunun adını çəkir. Bu yerlərdə deyir, oğlumun deyir, əlinin həniri, ayağının izi var. Qoy bürüsün Qarabağı, gül sərgisi, gül dənizi. Burada da mübaliğə deyən şişirdir ki, bütün Qarabağı, gül sərgisi, gül dənizi bürüsün. Allah düşmən caynağından Sırxavəndi can yatağı. Bu da Tərtərdə kənd adlarıdır. Tərtərdə kənd adlarıdır. Yəni, onları düşmənin caynağına almağı qeyd edir. Yatağım yox, otağım yox, varlığımsan, ot torpağı. Yox,
Sırxavənd Ağdamın kəndidir. Can yatağı Tərtərindir. Birinci kənd Sırxavənd. Bu Ağdamın kəndidir. İkinci Can yatağı bu Tərtərin kəndidir. Burada da yatağım yox, otağım yox, yoxlar təkrirdi. Odar varlığımsan od torpağı. Od torpağı da burada bədii xitabdır. İndi keçək növbəti 5-ci bəndimizin təhlilinə keçək. 5-ci bəndə baxaq. Qudurğanlar dinc durmasa, daşqın tufan olasıyam. Bax, burada çoxsu bunu təhlil edir. Daşqın tufan olasıyam deyir. Mən daşqın kimi, tufan kimi olasıyam. Burada daşqın tufan nədir? Mənimlə nəyi nəzərdə tutur? Müəllim, xüsusi addır da. Şəhidlərin adıdır. Şəhidlərin adları da Aysanın. Bu ümumi isim deyil. Böyük hərflə də yazılıb. O da xüsusi diqqətimizi çəksin. Yalnız Ülvi Təbrizin adını çəkmir. Deməli, daşqın və tufan şəhid adlarını çəkir. Deyir, qudurğanlar dinc durmasa, daşqın tufan olasıyam. Bu qudurğanlar deyəndə də kimi nəzərdə tutur? Erməniləri nəzərdə tutur. Düzdür? Deməli, metonimiya var. Metonimiya adlarını dəyişib, onların qudurğan verir. Bunlar deyir, dinc durmasa deyir, mən deyir, daşqın tufan kimi olasıyam, yəni o şəhidlər kimi olasıyam. Yırtıcılar dünyasını burulğana salasıyam, yəni onları yırtıcıların, ermənilərin dünyasına burulğana salasıyam. Narkam gedən bərdləri qisaslı alasıyam. Yenə niçbinlik. Ay sağ olun, qisasını almaqdan danışır. Ölsəm belə bu aləmə mən yenidən gələsiyim. Yəni deyir, mən ölsəm belə mənim ruhum yenidən doğulacaq. Ölmək və yenidən dünyaya gəlmək. Bu da bir təzaddır. Bu da bir təzaddır. Anaların gözlərində qanlı yaşı siləsiyəm. Anaların gözlərindən qanlı yaşı siləsiyəm. Burada da anaların gözlərindən qanlı yaş ifadəsidir. Başqa mübaliğə kimi düşünə bilərikmi bunu? Anaların gözlərindən qanlı yaşı siləsiyəm. Bu şəhid anaların gözlərindən axan yaşı nəzərdə tutur, amma mübaliğə adlandırmaq biraz düzgün çıxmaz da. Onlar onsuz da ki, Çünki mənə yaşansız da, hardasa qan gəlmir, göz qızarır da. Hardasa məcazi mən elə bilirəm ki, var, amma mübaliğə kimi yox. Onsuz da şəhid anaları məlum məsələdir. Allah heç bir anaya övlad dərdi göstərməsin. Övladını itirmiş ananın fəryadı, onun həyatı necədir? Məlum məsələdir. İnan mənə əbədisən, ey bəşərin haqq bayrağı. Batan çıxan günəşimsən, odar yurdu, od torpağı. Günəşim adlandırır. Bu da təşbih, düzdür. Ölkəni, Azərbaycanı özünün günəşi adlandırır, yenə od torpağına müraciət edir və əbədi olmağını deyir ki, sən inan, mənə inan deyir, əbədisən. Ey bəşərin haqq bayrağı, ey haqq bayrağı deyir, onsuz da sən əbədisən. Sonra keçək növbəti bəndimizə. Biraz çoxdur bu şeirin bəndləri. Burada hansı bənddə nəyə toxunub, bu qədər də dərəcədə məsələ soruşulmaz, amma ümumi olaraq bənd olmasa da ümumi məsələ soruşula bilər bizdən. Yəni 5-i təhlil etdik, biz 6-ya keçməliyik. Düzdür? 6-ya keçməliyik. Deyir ki, ürəklərdən alov qalxır. Can Xocalı, can daşaldı Can Xocalı. Burada təkrir var, düzdür? Təkrir. Birinci bunu. can. Ürəklərdən alov qalxır. Bu mübaliğədir. Yanğıdan, o dərddən, alovun qalxması məsələsi var ki, insanların qəlbindən alov qalxır. Bu mübaliğədir və mübaliğədən sonra təkrarımız var. Pulamyotlar, toplar coşdu. Pulamyotun topun coşması metafordur, insan coşur, düzdür? Deməli, metafordan da istifadə edibdir burada. Sovrul göyə yan Xocalı. Dağın daşın başdan başa qan dənizi, qan Xocalı. Qan Xocalı burada epitetdir.
Qan Burada Xocalı. Qan dənizi müəllimə, burada Eşbək deyir ki, Hansı? Qan Xocalı. Qan dənizi. Hardadır? Həmin Daşın deyir başdan başa Qan dənizi. Bənzətmə deyir ki, Qan yox. dənizi. Qan dənizi kimidir? Qan dənizidir. Mhm. Yox, bənzətmə deyil. Çünki qanlar axırdı da. Orada Qan dənizi qaldı. mübaliğə getmir. Hə, əslində bu mübaliğə gedəcək. Çünki orada düzdür, qan axıbdı, məcazi deyil o qanın axması. Çünki insanların qanı çox idi, amma bu qanın da lap dəniz səviyyəsində o qədər çox olmasın. Şişirdibdi dağın, daşın başdan başa qan dənizi. Bəli, bəlkə də şişirtmə Qan olması, bəli, Hə. qanı. Çünki orada Daşaltı Xocalıda bilirik ki, qanın axması məsələsi var idi. O dəhşəti, o vəhşəti min illərlə an Xocalı. Min illərlə anmaq məsələsi yenə burada da mübaliğədən istifadə olunubdur. Şəlalələr qana döndü, qan yaş gördüm hər budağı. Boynu bükük bənövşəni kimlər qırdı? Od bayrağı. Burada da ki, elə təsvir ifadəsi vasitəsi qan yaş gördüm hər budağı. Hər budağı, yəni qanlı gördüm, ağacların üstüdür, hər budağı. Boynu bükük, ümumi bir mübaliğədir. Şəlalələrin qana dönməsi, şəlalələrə qana qarışmağı. Boynu, Müəllimə, bəli. burada Xocalıya müraciət edir, yoxsa necə? O dəhşəti, o vəhşəti min illərlə an Xocalı, bəli, bədii xitab var. Odər torpağı da bədii xitabdır. Xocalı da burada bədii xitabdır, bəli. Bədii xitab da var. Bədii sual da var. Boynu bükük bənövşəni kimlər qırdı? Od torpağı. Baxın, bədii sualdan da istifadə. Amma burada söz birləşməsi kimidir. Odər yurdu, od torpağı. Aha, amma bədii suala indiyə qədər rast gəlməmişdik. Burada rast gəldik. 6-cı bənddə rast gəldik. Orada hələ bədii sualımız olmamışdı. Keçək növbəti bəndimizə, 7-ci bəndimizə. Qaranlıqda oğru kimi yurda gecə girdi onlar. O erməniləri oğruya bənzədir. Təşbihimiz var. Ulduzları güllələyib göydən yerə sərdi onlar. Mübaliğədir. Ulduzları güllələdilər, göydən yerə sərdilər. Mübaliğədən istifadə edilir. Eşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar. Burada uşaqları nəzərdə tutur. Ona görə ad dəyişibdir. Tər qönçə, ilk nübar deyəndə uşaqları nəzərdə tutur. Beşikdə uşaqların, bu metonimiyadır, ad dəyişmədi müəllimlər. Uşaqlar nəzərdə tutulur. Çocuklara əmzik deyil, od lüləsi verdi onlar. İsti külə döndərdilər. Bar üstündə min budağı. Min budağı isti külə döndərdilər. Budağı külə bənzədir. Unutmazsan o alçağı. Odər yurdu, od torpağı. Onları alçaq adlandırır. Yəni, başvurur gətirdikləri bu fəlakətləri görə o alçağı unutmazsan. Odər yurdu, od torpağı. Bədii xitabdan istifadə edir yenə. Burada görürsünüz, onların bura necə soxulması, gecə vaxtı gəlmələri və beşikdəki uşaqlara belə necə zülmkarlıqla yanaşmaları öz əksini tapıbdır. Sonra keçirik 8-ci bəndə. Bəli. Onu çox gözəl toxundunuz. Mən heç fikir verməmişdim oradakı o metonimiyanın olmağına. Beşiklərdən hə, yox, o metonimiyadır. Sonra yadda saxla. Oradakı uşağı nəzərdə tuturlar. Beşiklərdəki tər qönçə, ilk nübar deyəndə, bəli, orada uşaqlar nəzərdə tutulur. Görürsünüz, sonra da amma tər qönçə özlüyündə epitetdir, dediniz, yoxsa necə? Tər qönçə ilk nübar, yox, özlüyündə epitet demədim onlara. Amma elə metonimiyanın özüdür ki, var. Konkret ilk nübar deyəndə burada uşaqları nəzərdə tutulur. Qönçə olsa da tər olur. İlk nübarda, ilk nübarda da. Bu epitet deyil, yox. Sadəcə ad dəyişmə, metonimiyadır. Yadda saxla qoca tarix. Mən türk oğlu ulu türkəm. Tarixə deyir, yadda saxla, bu metafordur. Metafor. Qoca tarix, bu epitetdir. Epitet. Mən türk oğlu ulu türkəm. Özünün türk oğlu ulu türk olduğunu qeyd edir.
Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm. Əhrimənlər deyəndə burada kimləri nəzərdə tutur? Şər qüvvələri nəzərdə tutur, Deyir düzdürmü? ki, türk oğlu ulu türkəm. Özünə müraciət filan deyil ki. Yox, cümlədir. Mən Ulu deyim, Türkmen burada sadəcə qoca adın tarixə müraciət eləyib. Burada müraciət qoca tarixədir. Bəs Qoca müəllim tarix. Ulu Türk müəllim onu Çünki o da Xəlil Rza ulu deyilmi? türkəm, deyir ulu türkəm. Adım çəkir də belə çıxır. Ulu Türkəm, Yox. Türk Axı Xəlil oğlu Rza ulu Ulu türkdür də. Türkəm. Hə, o Ulu Türk olmasına mən Türkün oğluyam. Onsuz da bu ləqəbi Ulu Türk, yəni Türk, ulu, qədim tarixə malik türklər bu mənada götürmüşdü. Axı qoca tarixdə hər iki tərəfdən vergül var. Demək xitab elə qoca tarixədir də burada Mən nə müraciət. dedim? Dedim qoca tarixə xitab var. Özünə Ha, orada yo, müəlliməyə görə deyirəm ki, deyəsən dedi ki, Ulu Türkədir müraciət, ona Yox, görə. Ulu Türkə deyil. Sadəcə Yox, ümumiyyətlə mən soruşuram ki, yəni öz adını çəkmə varmı və öz yaxud təxəllüsünü deyək də, təxəllüs. özünə müraciətmi? Yox, öz müraciəti yox, təxəllüs kimi. Yəni mən deyir Türk oğlu Ulu Türkəm. Türkün oğluyam. Ulu Türkəm. Ha, Nəsimini Sığmazanımdakı kimi də deyir mən bu gün Nəsimiyəm, quru Aysa, işim. bax onun kimi bir şeydir. Orada da xitab deyirdi, amma çəkirdi adını. Bu əhrimənin adı Avestiyada da keçir. Hörmüz Xeyrallahı, əhrimən Şərallahı, Ənqrəmən əhrimən. Bircə kişi qalsam belə, güman etmə, yalqız təkəm. Yəni bir nəfər də qalsam, sən zənn eləmə ki, mən təkəm. Mən dünənəm, mən bu günəm, gələcəyəm, yerəm göyəm. Burada təşbehdir. Dünən, bu gün, gələcək. Yəni mən bu günəm təşbeh. Mən bu günəm, dünənəm, gələcəyəm, yerəm göyəm. Təşbehdir bu. Həzrət Əli qılıncıyam. Özünü nəyə bənzədir? Özünü Həzrət Əlinin qılıncına bənzədir. Bəli, Həzrət Əlinin də adı çəkilir. Oddan gərək bir qıncəyəm. Oddan bir qınc yemək Bənzətmək? Yoxsa metafor götürərdik. O Həzrət Əli qılıncı epitetdə o heç özünü, təşbeh, özünü bənzətmədir. Oddan gərək bir qıncəyəm. Oddan qıncəyinmək. Oddan bir qıncəyinmək. Qında müəllim, yəni qılıncın qoyulduğu qabdır da. Hə, bəli, qındır. Oddan gərək bir qıncəyəm. Bu qılınc oddan bir qab. Yəni yansın. Oddan bir paltar geyinsin. Metafordur, yox bu. Baxın, qının oddan paltar geyinməsi metafordur. İnsan geyinər də paltarı. Bu metafor. Deməli, metafor var. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. Mən Həzrət Əli qılıncıyam. Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı. Eşqim, hüsnüm, cəlalımsan, o dar yurdu, ot torpağı. Eşqi, hüsnü, cəlalı olduğunu deyir, o dar yurdu, ot torpağını. Burada da yenə təşbeh bənzətmədən istifadə edibdir və bədii xitabdan istifadə edib. Sonra keçək, oldu 8-ci dedik, 9-cu bəndə gəlirik. 9-cu bəndə görək nələrdən müəllif istifadə edibdir. 9. Əhrimənlər yuvasını darmadağın. Burada əhrimən yuvası metonimiyadır. Metonimiya, ad dəyişmədir. Onların adını dəyişib əhrimən deyib. Əhrimənlər yuvasını darmadağın edəcəksən. Başdan ayağa nişbinlik. Qalxıb sabah aya Marsa ulduzlara yetəcəksən. Yenə nişbinlik var ki, sən yəni çox şey edəcəksən. 6 milyard insanlığam, qarı düşmən, sənsə təksən. Burada təzad. Düşmənin təkliyi və 6 milyard. 6 milyard deyəndə bu dünyada olan hamı nəzərdə tutulur. Elə bilirlər ki, yer kürəsi ümumi yox. Burada o türkləri nəzərdə tutur. 6 milyard türkləri nəzərdə tutur. Bizim Azərbaycan xalqına yox, Azərbaycan tək Azərbaycan yox, türkləri, sırf türk olanları, türk millətlərini, türklərin birliyinə də toxunur ki, yəni 6 milyard
insanlığam, 6 milyard türk millətini nəzərdə tutur. Sən isə deyir təksən. Təzaddan istifadə edir. Zəhər saçan bir əf isən, təşbih. Onlar zəhər saçan ilana bənzədir. Tor quran bir hörümçəksən, yenə hörümçəyə bənzədir. Təpiyimin altındaca gəbərəcək, öləcəksən. Burada litota var. Onları əhəmiyyətsizləşdirir, kiçildir ki, sadəcə sən mənim ayağımın altında gəbərib ölə bilərsən. Təvəkkürim tutiyam bil, Qarabağı, Qaradağı, yüksəl günəş mövqeyinə, Odar yurdu, ot torpağı. Burada da elə bil müəllifin duası var ki, hətta o qədər yüksəl ki, günəş mövqeyinə belə çat, Odar yurdu, ot torpağı. Sən bu mövqeyə çata biləcək bir gücdəsən.